Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın seysmik təhlükəsizliyinin və seysmik riskinin qiymətləndirilməsi mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransa giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli tədbirin ölkəmizin seysmik vəziyyətinin elmi əsaslarla qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, zəlzələlərlə bağlı fundamental və tətbiqi tədqiqatların aparılması, eləcə də cəmiyyətin bu sahədə düzgün və vaxtında məlumatlandırılması müasir dövrdə xüsusi aktuallıq kəsb edir. O, AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycanda seysmik proseslərin tədqiqi üzrə aparıcı elmi qurum olduğunu qeyd edib. Alim mərkəzin yalnız elmi araşdırmalarla kifayətlənmədiyini, eyni zamanda maarifləndirmə fəaliyyətini də sistemli şəkildə həyata keçirdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, dünyada seysmologiya sayəsində baş verən yeniliklər Azərbaycan reallıqları kontekstində öyrənilir, təhlil olunur və tətbiq edilir. AMEA rəhbəri Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı araşdırmaların şəhərsalma prosesində seysmoloji risklərin yetərincə nəzərə alınmamasının gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini göstərdiyini diqqətə çatdırıb. Sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin müavini general-leytenant Adil Abdullayev bildirib ki, dövlət başçısının 2026-cı ili şəhərsalma və memarlıq ili elan edilməsi haqqında sərəncamı Azərbaycan şəhərsalma siyasətinin dövlətin strateji prioritetləri sırasında olduğunu aydın şəkildə nümayiş etdirir. Onun sözlərinə görə bu sənəd yalnız memarlıq və urbanistika sahəsinin inkişafına deyil, eyni zamanda təhlükəsizlik, dayanıqlılıq və davamlı inkişaf prinsiplərinin elmi əsaslarla araşdırılmasına xidmət edir. General-leytenant Adil Abdullayev vurğulayıb ki, məhz bu kontekstdə seysmik risklərin qiymətləndirilməsi və effektiv idarə olunması məsələləri xüsusi aktuallıq kəsb edir və bu sahədə elmi tədqiqatların nəticələrinin praktik qərarların qəbulunda nəzərə alınması olduqca vacibdir. Daha sonra Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli yüksək binaların hesablanmasında seysmik spektr qrafiklərinin müqayisəli təhlili mövzusunda məruzəsini təqdim edib. Konfrans öz işini müvafiq panellər üzrə davam etdirib. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.